Bakı şəhər Nəsim rayonu 4-cü mikrorayon ərazisində faciəvi hadisə baş verib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə 20 yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abiyev və atası Əbülfəz Abiyevin meyiti tapılıb. İlkin araşdırma zamanı məlum olub ki, faciəvi hadisəyə mənzilin hamam otağında quraşdırılmış su qızdırıcısı səbəb olub. Belə ki, qızdırıcıdan ayrılan qaz mənzilin otaqlarına dolub. Bu zaman 13 yaşlı Kamran və atası 53 yaşlı Əbülfəz zəhərlənərək ölüb. Kamranın qardaşı 21 yaşlı Nurlan isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir. İmişli rayonunda 11-ci sinif şagirdinin Araz çayında boğulması nəticələnən bədbəxt hadisə baş verib. Hadisə axşam saatlarında Araz çayının İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndlər ərazisindən keçən hissəsində qeydə alınıb. 11-ci sinif şagirdi çaya düşüb və boğulub. Hazırda axtarışlar davam etdirilir.